Səhər durmuşam ki, zavtırk eləyim. Özümə evdə yumurta qutarıb, əncir varenyasından dedim, atışdırım, işə gedirəm. Zəng gəldi ki, efir atmayın gedib. Ona görə də evdəyəm bugün. Turala da zəng elədim ki, uşağı aparma, bağçaya gətir evə. Evdəyəm. Sevindim. Bolluca vlog çəkəcəm. Tural soruşur ki, orada necədir? Hava işlədi deyəm. Mən də deyirəm qarlayalım. İki yağır. Allah, belə qar yağsa iş olmayacaq. Yəqin ki, səhər buz olsa. Baxın, necə gözəl yağır. Biz belə havadadan işə getməyək, otura evdə. Allah haqqı. Soyuldu. Neyse, bağlayayım. İşlərimi görmeye. İstəyirəm ki, yolkanı söküm. Evdə olmuşkən söküm bunu. Nə da qızım, həmişəki kimi baxın. Bax, bu dərsdə Nilay elədiklərin. Bütün günü evdən mən kağız yığıb atıram. Konfetlər deyirlər, qoymazlar qala. Ancaq kəsir, tökür. Bax belə, mən də yığıram. Mən tvorческие. Görünür. Ne düzəldirsən? İndi. Nəysə, istəyirəm ki, fikrimdə var ki, Nilay ilə evdə ingilis dilinə başlayaq, ana bala, danışmağa. Hə, Nilay? Hələ bir fikrim var. Hadi. İnşallah gələn həftədən başlayacağıq. Özüm eləmişim. Rahim, mənim kosmetikalarımı qırıblar. Kimsə qırıb. Balaca yenə əvvəl deyirdi ki, nəsə eləyəndə mən elədim. İndi demir. Bacısına oxşuyur. İtiraf eləmir. Demir düzünü. Biləm ki, Nilay eləyib. No. Tenlərim nə gündədir? Belə qaşıyıblar barmaqlarından. Qırıb töküblər. Balaca barmaqlar. Hə, balaca. Səndə də balacadır da. Məndə yox, mən deyil hadi. Sən eləmirsən, o da təkrarlayır. Elə bir ki, dağıtmaq lazımdır. Gəl özümə gedim təzə kosmetikaları alım. Doğrudan da kosmetikalarım bərbad gündədir. Deməli, kartof qızardıram. Dolma eləyəcəm. Dedim, hələ ki, kartof eləyim, uşaqlarla yiyək. Sımsımdan yumurta vurum. Hoşum gəldi belə kartof qızardanda. Uşaqlar da xoşlayır bizdə. Bizdə tavalarım zayı olur, dibi yapışdırır. O gün Karacada gördüm, beşik qazan dəstləri var idi. Vaxt eləyib ki, onu dəstlərdən götürəcəm, mən köçməyəm uzanır. Belə baxıram. Heç olmasa alın işlədim də, nədir bugün tavalarım çox pis günə qaldı. Yapışdırır yeməyə zadı. Yumurtanı belə qarışdırım qabda. Axşam əti çəkmişdim. Hazırdır da demək olar ki, bir dənə göy vurmaq lazımdır. Deyirəm, düşdüm bəlkə marketə aşağı düşəcəm. Alım, gətirim. Buz yerində də kələm saxlamışam keçən dəfədə. Yəqin ki, olmaz da istifadə eləmək olar. İlk dəfə də açılıb pişirdiyim bir kələmi qoymuşam. Dolmadan artıq qalan kələmi qoymuşam buz yerinə. Ondan bükəcəm. Yarpağım da var. Qarışdıracam. Qarışdırım. Hamısı olsun yumurtalı. Allah soyuqdur. Bir gün evdəyik. Natural işlədir. Mən evdəyim. İş yoxdur. Çöldə də qar yağır. Qışdadır qar. Biraz pişsin. Baxın, qar yağır. Kombilə baxım görüm neçə dərəcədir. Dağlarda var qar. Ama soyuqdur da. Görüm neçədir. 51 eləyib. Turalı. Bunu 55 eləyim. 56. Vəbşə 57 eləyim. Buzlu hava. Nə qədər qazda pul var. 6 manat var.
Nədir Rahim? Deməli, bu dəfə yeraz dolması eləyirəm. Yerazların yarpaq dolması fərqlidir. Da yarpağım da hazırdır. Açmışam, yumuşam. Qazan da hazırdır. İndi bunu qarışdıracağım. Yerazların yarpaq dolmasının fərqini bilənlər bilir, yerazlar daha çox bilir. Onlarda düyü az olur. Sonra qoyun ətindən olur. Yağlığı çox olur. Yəni ən çox onlar belə kərə yağı yox, piydən istifadə edirlər və quyruqdan istifadə edirlər. Eyni məndə də elədim. Quzu ətidir. Qoyun deyil, quzu ətidir və yağlığı da özünündür. Heç bir yağ qatmıram. Bir dənə burada keşniş süt, o yoxdur. Evdə yoxdur, onu da düşüb alacağım. Tural gələndə düşməliyəm. Tural da işdən gələndə yemək istəyirəm, hazır olsun, ac gəlir. Ona görə gözləyə bilmədim, dedim ev yox. Nanə qurusu atdım içinə. Belə qəşəng yeraz dolmasını hazırlayacağım. Bir də var ki, yeraz dolması çox balaca olmur. Yəni bəzi adamlar bükürüyor, çox balaca elə olmur və yağlı olur. Bunu da əsas sarımsaq qatıqla yeyirlər. Yəni mənim anam yeraz olduğuna görə heç o əti maşından da çəkmirdi. Onun kötüyü var idi, balaca ev üçün. Onun üstündə əti döyürdü, elə hazırlayırdı. Əsasən elə olur yeraz dolması. Görürsünüz, yağ qatmamışım. Ətin özünün yağlılığıdır. Belə. Oradan da çox ləzzətli olur. Yəni quru dolma olmur da. Yumuşaq olur. Ətirli olur, dadlı olur. Ümumiyyətlə yerazların dolması. Mən fərqi bilmirəm başqa dolmalarında. Bəzi düşünərəm ki, əl dadım fərqi var. Çünki bizdə ömür boyu belə pişirdi deyə. Mən dolma, yarpaq dolması deyəndə belə təsəvvür edirəm. İndi fərqi deyə bilmərəm də tam, amma biz belə yeyirik. Siyah başlayım bükməyə. Deməli, bu qədər çıxdı. Hamısını büktüm, bitirdim. Bunu qaba yığacağım. Görürsünüz, yeraz dolması biraz belə iri olur. Bilmirəm də formada açıq olur, amma bilirəm ki, iri olur da, balaca yumur eləmirlər. Mama məmişdə belə eləyirdi. İndi ola bilər, mən bəzilərin böyük, bəzilərin balaca eləyə bilərəm. Əsas odur, dad odur. Burada baxıram seriala, səsi götürüb. Əlim yağdı deyə telefona vurmadım. Təmizləyir də sonra telefondan iyi gələcək. Sonra belə. Yığıram bura.
Dene koyma sarımsaklı. Yığım oraya göstereceğim. Siyah yığdım. Hazırda. Bunun üstüne bir tane boş kap koyuram. İşte de su dökeceğim. Suya koyacağım pişsin. Dolma pişti hazırdır. Bir daha sarımsak katığımız yoktur çünkü çölde kar. Axşamdır. Qar yağır. Hələ ki yollar bağlanmayıb görürəm. Yollara buz olsa, onda bizdə iş olmur. Niyə? Çünki qonaqlar gələ bilmir axı. Hələ ki avtobuslarda falan işləyir. Uşaqları bilmirəm, göndərəcəm bu çoxunu. İstəmirəm göndərim sabah məktəbə. Siz necə edirsiniz? Belə havada uşaqlarınızı məktəbə göndərirsiniz? Mən sabah Nilay göndərmək istəmirəm. Deyirəm, uşaq sürüşüb, yıxılar eləyər. Biz siz gedir də o. Burada süskündədir. Sürüşkəndir. Havada çovğun var. Qar deyil, çovğundur da oradan. Örtüm soyuq oldu. Çay içim, sonra da yatım. Vlogumu da burada bitirim.